Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 616,1 milyon dollar dəyərində 33.767 ədəd müxtəlif təyinatlı avtomobil ixal olunub. Yenavaz.com-un apardığı hesablamaya görə ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil ixalı 21,3% və ya 5929 ədəd artıb. Qeyd edək ki, bu ilin ilk 4 ayında ixal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18.247 dollar olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ixal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18.055 dollar olub. Rəqəmlərdən də göründüyü kimi bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% və ya 192 dollar artıb. Qeyd edək ki, artım daha çox daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin ixalında müşahidə olunub. Belə ki, bu ilin ilk 4 ayında xaricdən 14.336 ədəd hibrid avtomobil gətirildiyi halda ötən ilin ilk 4 ayında bundan təxminən 3 dəfəyə yaxın az 5111 ədəd avtomobil gətirilib. İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 20.086 dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 31.651 dollar təşkil edib.